Heç nə. Azərbaycanın istehsal elədiyi bir şey var. Cərimə. O da dünya bazarına çıxmır. O da bizim öz məmurlarımızın cibinə gedir. Cərimə. Əla, gözəl. Gözəl. Başqa nə var? Və hətta əziz dostlar, Azərbaycanda bekarsılıqdan hansı çayxanaya baxırsan, domino oynayırlar, nərdə oynayırlar. Allahın bir o domino daşları yoxdur. O domino daşlarını da istehsal edən 2 dənə dəmirdir, qoyursan bir zirzəmiyə, orada istehsal elə. Allahın bir dominosun istehsal edən bir müəssisəmiz yoxdur. Hindlilər ağıllı adam bilirdim, amma burada Azərbaycanın mallarını almamalıdır. O şüarına baxdın, deyirəm bu Hindlilərin ağlı yoxdur, elə kinolarda, özlərin elə o kinolarda necə görüblərsə, elə də aparırlar. Nəyin var Azərbaycanın? Nefti və salam. Neft və bir də cərimə. Və salam, qutarı ki, bizim istehsalımız 2 şey var. Neft, qaz, bir də ki, cərimə. O da cəriməni yalnız xalqa satırlar, Azərbaycan məmurları. Bəli, cəriməni Azərbaycan xalqına satırlar. Nefti, qazı başqa yerə satırlar və